Hörmətli qonaqlar, əziz və dəyərli Nəzari müəllim, Səadət xanım, xoş gördük hər birinizi. Bugün gözəl gün münasibəti ilə hər birimiz burada toplaşmışıq və bu tədbirin təşkilində zəhməti keçən və bu gözəl günü, bu anı bizimlə bir yerdə görüşmək üçün burada toplaşan gözəl insanlar üçün təşəkkürümü lütfen qoymaq istəyirəm. Bu məsələ diqqətimi çəkdi. Düşünürəm orada üç şərt gedir. Mən elə bilirəm ki, 50 yaşınız var. İnsanın bir biyoloji yaşı var, hansı bir zaman olur. Bir də mənəvi yaşı var. Onun zəhməti, keçdiyi həyat kazandığı tərəfində buraxdığı izlərdən. Bugün sizin 50 yaşınızda, siz 50 illik fəaliyyətinizdə sizin dostlarınız, tanışlarınız, sizin bir yerdə çalışdığınız insanların fikirlərində, onların yaddaşlarında həqiqətən də çox dəyərli bir insan kimi qalmışsınız. Sizinlə tanışdığımızın müddəti çox az olsa da sizin barəmizdə çox geniş fikrimiz formalaşırdı. Çox qısa müddətdə özünüzün nə dərəcədə dərin hisslərə malik olan bir insan olduğunuzu öz əməyinizlə, zəhmətinizlə və göstərdiyiniz fədakarlıqla sübut edirsiniz. Təbii ki, insanın qəlbi sevgi ilə, məhəbbətlə, eşqlə dolu olmasa, ona gözəl əsərlər yarada bilər, nə gözəl musiqiçi ola bilər. Bu, sizin bu 50 ərzində yaratdığınız və töhfə verdiyiniz bu sənət Tarzən fəaliyyətini təqdirə layiq. Səadət xanım da qeyd etdiyi kimi, ölkəmizdə musiqiyə, mədəniyyətə diqqət və qayğı ölkə rəhbəri tərəfindən, hörmətli birinci prezident Milli tərəfindən çox böyük diqqət və qayğı ilə yanılır. Tarz sənəti də Azərbaycan musiqisinin, gəncin Azərbaycan mədəniyyətinin bir rəmsidir. Bu sənəti yaşatmaq, sənəti gənc nəsillərə çatdırmaq, aşılamaq, Azərbaycan mədəniyyətini təqdim etmək insanda zəhmətdən və fədakarlıqdan savayı bir sevgi tələb edir ki, bu da sizin qəlbinizdə bir şübhəsizdir ki, əbədi olaraq mövcuddur. İnsanlar hər zaman tarix boyu xoşbəxt yaşamaq üçün xoşbəxtlik uğrunda mübarizə aparır. Bilmirəm, bu bütün mütəfəkkirlərin, filosofların, elm xadimlərinin, yazıcıların xoşbəxtlik uğrunda mübarizəsini deyək, xoşbəxtlik uğrunda həyat çabaları göstərməyi deyək, nəticə verib yoxsa yox, onu təbii ki, zaman göstərir. Amma heç kəs hələ ki, xoşbəxtlik mərtəbəsinə tam olaraq qalxa bilməmişdir. Düşünürəm ki, bu mümkün də deyil. Ona görə ki, biz hər hansı bir məqsədə, hər hansı bir zirvəyə çatmaqdan dolayı bu zirvəyə gedən yolda çəkdiyimiz əziyyətdən də zövq almalı bacarmalıyıq. O prosesdən, o səyahətdən zövq almalı bacarmalıyıq. Dünyanı tanımaq, insanları tanımaq, dünyanı kəşf etmək, dadlar, hisslər, məhəbbət, sevgi, bu hisslərdən agah olmağın özüdür xoşbəxtlik. Məqsədimiz xoşbəxtliyə çatmaq yox, məqsədimiz mövcud olanla məmnun olmaq, ondan zövq almaq, sülh və hüzn içində yaşamaqdan ibarət olmalıdır. Mən əminəm ki, sizin bu 50 illik fəaliyyətiniz məhz bunun üzərində, bu nömrə üzərində və göstərdiyiniz fədakarlıq nümunəsi hər kəs üçün bir məktəb olmalıdır. Gənclərimiz sizin bu 50 illik fəaliyyətinizi yüksək qiymətlərdir. Ölkəmizdə böyüyən gənclər
Göyçayımızda çox istedadlı uşaqlar bundan özləri üçün nümunədir. Həqiqətən də insan həyatda nail ola biləcəyi ən gözəl neymət insanların sevgisinə layiq görülür. Sevgi qazanmaq, rəğbət qazanmaq, bundan savayı insan üçün xoşbəxt heç nə ola bilməz. Siz bu insanların sevgisini qazanırsınız. Çox qısa müddətdə mənim də sevgimi qazanırsınız. Demək ki, həyatınızı heç də hədər yaşamamışsınız. Onun güzel bir sözü var. İnsan 40 yaşında cavanlığının qocalığını yaşayır. 50 yaşında qocalığının cavanlığını var. Ben düşünürəm ki, sizin həyatınız hələ yeni başlayır. Biz sizinlə sağollaşmırıq. Biz sizin bundan sonra da yaratmaq, yaşatmaq uğrunda həvəsinizin coşub çağırmasına arzulayırıq. Arzu edirəm ki, hər zaman sağlam olasınız, hər zaman qəlbinizdə o sevgi, o məhəbbət ocağı yansın və günəş kimi bizim gənclərimizin üzərinə saçsın. Təbrik edirəm və daim 50 yaşınız münasibətilə. Bu hələ həyatın birinci hissəsidir. Ümid edirəm ki, sizin həyatınızın ikinci 50-liyini də gözəl insanlarla bircə toplaşıb qeyd edəcək. Sizi bizim rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə tərtib edək. Mədəni həyatında göstərdiyiniz xidmətlərə görə sizə təşəkkürümü bildirirəm. Rayon icra hakimiyyəti adından, rayon icra hakimiyyəti adından və əgər etiraz edən müstəsə burada əyləşən və əyləşməyən rayonumuzun ictimaiyyəti adından. Təşəkkür ederim. Səhnədə olmuşam. Bugün bu səhnədəyəm, bugün də səhnədəyəm. Həqiqətən belə də mənim o 65 yaşım, 50-lik, 50-lik fəaliyyətim bugün var deyənə yox. Yenə ömrümün axırı qədər bu sənətdə olacaq. Mənim bu tədbirimi mən gətirdə qorqalamışdır. Əsas təşəkkür siz Orhan müəllim olaraq bizə dərin bir imzalar. Təşəkkür ederim. Çox sağ olun.